Sülh seçkilərə qədər imzalanacaq, Əliyev nöqtə qoydu. Paşinyan da mənimlə eyni fikirdədir, İlham Əliyev. Münhendə Əliyevdən mühüm mesaj, İrəvandan cavab gözlənilir. Amerika Birləşmiş Ştatları İrana qarşı uzun müddətli əməliyyatlara hazırlaşır. Paşinyan İrana niyə gedir? Detallar. Paşinyan Rusiyanı ifşa etdi. Bakı, İrəvan və Ankara'ya qarşı. Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində Ermənistanla sülh sazişinin Paşinyanın istədiyi kimi seçkidən öncə konstitusiyaya dəyişiklik olmadan imzalanması perspektivinə aydınlıq gətirib. Prezident bildirib, Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton zirvə görüşündəki razılaşmalar, imzalanmış birgə bəyannamə və sülh müqaviləsinin paraflanması de facto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq. Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin seçkilərə qədər imzalanmasını gündəliyinə daxil edib. Rəsmi İrəvan konstitusiyaya dəyişikliyi ilə bağlı referendumu isə seçkilərdən sonra keçirmək niyyətindədir və iddia edir ki, bu dəyişiklik olmadan sülh sazişini imzalamaqda heç bir problem yoxdur. Paşinyan sülh sazişini imzalamaqla seçkidə əlini gücləndirməyə planlaşdırır. Lakin konstitusiya dəyişmədən bunun olması risklidir. Prezident İlham Əliyev də şərtlər yerinə yetirilmədən müqavilənin imzalanmasının Bakının gündəliyinə daxil olmadığını bir daha bəyan etdi. Azərbaycan bir tərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Axaras xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə Fransa 24 telekanalının müxbirinə müsahibəsində deyib. Biz həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyimiz bəyannamə ilə yanaşı, hər iki ölkənin Xarici İşlər Naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu çox yaxşı bir hissdir, İlham Əliyev qeyd edib. Prezident İlham Əliyevin Münhendə Fransa 24 telekanalına müsahibəsi bir çox baxımdan diqqət çəkir. Dövlət başçısı Ermənistanda referendumun keçirilməsinin planlaşdırıldığını, bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacağını söyləyib. Prezident bildirib ki, normallaşma prosesi uğurla irəliləyir və formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi rəsmən sülhün olacağına ümid edir. İlham Əliyev artıq iki ölkə arasında əlaqələrin qurulduğunu və Azərbaycan üçün sülhün əldə edildiyini vurğulayıb. Qlobal Infoaza danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin açıqlaması faktiki olaraq Bakı üçün sülh prosesinin artıq siyasi müzakirə mərhələsini geridə qoyduğunu və hüquqi formal tamamlanma mərhələsinə keçdiyini göstərir. Ermənistanın referendum keçirmə ehtimalının vurğulanması isə məsuliyyətin birbaşa İrəvanın üzərinə qoyulmasına işarədir. Yəni, Azərbaycan tərəfi sülh üçün öz şərtlərini və mövqeyini çoxdan formalaşdırıb. İndi isə prosesin ləngiməsi və ya irəliləməsi Ermənistanın daxili siyasi iradəsindən asılıdır. Bu mesaj eyni zamanda beynəlxalq ictimaiyyətə də ünvanlanıb. Bakı sülhə mane olan tərəf deyil və prosesin açarı artıq qarşı tərəfin əlindədir. Digər mühüm məqam ondan ibarətdir ki, Prezident Azərbaycan üçün sülh əldə olunub ifadəsi ilə psixoloji və siyasi çərçivəni dəyişir. Burada söhbət kağız üzərində imzadan yox, faktiki reallıqdan gedir. Azərbaycan müharibədən sonra yaranmış status quo-nu öz xeyrinə rəsmiləşdirib. Təhlükəsizlik və suverenlik baxımından əsas məqsədlərinə çatıb. Sazişin imzalaması isə bu reallığın hüquqi sənədə çevrilməsidir. Bu yanaşma Bakının özünə inamını və prosesdə tələskən olmadığını göstərir. Sülh imzalansa da, imzalanmasa da Azərbaycan artıq nəticəni əldə etmiş tərəf kimi çıxış eləyir.
Amerika Birləşmiş Ştatları ordusu Prezident Donald Trump'ın hücum əmri verəcəyi təqdirdə İrana qarşı həftələrlə davam edən davamlı əməliyyatlara hazırlaşır. Axaras xəbər verir ki, bu barədə Birləşmiş Ştatların adı açıqlamayan iki rəsmisi Reutersə bildirib. Qeyd edilib ki, Birləşmiş Ştatlar ordusu İrana qarşı potensial həftəlik əməliyyatlara hazırlaşır. Trump əmri verəcəyi təqdirdə ABŞ ordusu İranın nüvə obyektlərinə məhdud hücumdan kənara çıxaraq dövlət və təhlükəsizlik hədəflərinə davamlı hücumları da nəzərdə tutan planlar hazırlayıb. Rəsmilər İranın qisas alacağını və bunun uzun müddətli mübadilə və daha geniş regional münaqişə riskini artıracağını gözləyirlər. Xatırladaq ki, fevralın 6-sında Omanda İran-Amerika Birləşmiş Ştatları danışıqlarının ilk raundu keçirilib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları rəsmiləri ötən gün Pentagonun yaxın şərqə əlavə bir təyyarə daşıyan gəmi göndərdiyini bildirib. Donald Trump isə İranda hakimiyyət dəyişikliyinin ən yaxşı nəticə olacağını açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda İrana rəsmi səfər edəcəyini açıqlayıb. Global Info Az xəbər verir ki, baş nazir səfərin dəqiq tarixlərini açıqlamasa da bildirib ki, hazırda tərəflər mümkün razılaşma üzərində danışıqlar aparır. Onun sözlərinə görə danışıqlar uğurla başa çatdıqdan sonra sənədin imzalanması mərhələsinə keçilməsi nəzərdə tutulur. Bundan əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Tehranın və İrəvanın strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırdığını bildirib. Diplomat qeyd edib ki, sözü gedən sənədin 2026-cı ildə Paşinyanın Tehrana gözlənilən səfəri çərçivəsində imzalanması ehtimal olunur. Gözlənilən razılaşmanın iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsinə yönələcəyi bildirilir. Ekspertlər hesab edir ki, bu səfər Cənubi Qafqazda regional münasibətlər baxımından da diqqətlə izlənəcək. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya daxilində müəyyən siyasi dairələr İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasını öz maraqlarına uyğun hesab etmir. Global Info Az xəbər verir ki, baş nazirin sözlərinə görə regionda sülhün əldə olunması və qonşu dövlətlərlə münasibətlərin bərpası Ermənistan üçün tam müstəqil siyasət yürütmək imkanı yarada bilər. O qeyd edib ki, düşmənçilik mühitinin davam etməsi isə ölkəni təhlükəsizlik baxımından daha çox Moskva ilə sıx əməkdaşlığa məcbur eləyir. Paşinyan vurğulayır ki, regional kommunikasiyaların açılması və diplomatik münasibətlərin normallaşması Ermənistanın iqtisadi inkişafı və siyasi manevr imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertlər hesab edir ki, İrəvanın son bəyanatları Cənubi Qafqazda davam edən sülh prosesinin gələcək istiqamətləri ilə bağlı yeni siyasi müzakirələrə səbəb ola bilər.